Növbəti videomuzun mövzusu Çin dövlətidir, yəni qədim Çin. Çinin ərazisindən iki dənə çayımız axır. Biri Xuanxedir, Xuanxe, digəri isə Yansızı. Bizim bu Yansızdan işimiz yoxdur. Bu sakit bir çaydır, durub öz yerində. Amma bu Xuanxe çayı, vay vay vay, fəlakətlərin yuvası. Buna tarixdə tez-tez daşıyıb əhalinin başına bəla olduğuna görə gəzən çay, azan çay, qəlbi kədərləndirən çay, min fəlakət çay və s. bu kimi adlar deyirdilər Xuanxe çayına. Əhali isə bütün bunlara baxmayaraq elə çay kənarlarında məskunlaşırdı. Eradan əvvəl 3-2-ci minilliklərdə artıq Çində ilkin sivilizasiyalar formalaşmağa başlamışdı. Yəni ilkin yaşam göstəriciləri 3-2-ci minilliklərdən etibarən meydana gəlməyə başlamışdı. Eradan əvvəl 6-cı əsrdə isə Çində ilk dəmir emalı başlanılmışdı. Bəs burada dövlət necə yaranacaq? İndi ona baxaq. Çində eradan əvvəl 4-cü, 3-cü əsrlər vuruşan padişahlıqlar dövrü gedir. Vuruşan padişahlıqlar. Nəyə görə biz buna vuruşan padişahlar deyirik? Bunlar dövləti vahid halda birləşdirmək üçün bir-birinə qarşı mübarizə aparırlar və vuruşur bir çox bölgələr, yerlər, dövlətlər bir-birlə vuruşur ki, vahid dövlət yaratsınlar. Bəs vahid dövləti kim yaradacaq? Baxaq, kim yaradacaq? Eradan əvvəl 221-ci ildə, yəni 3-cü əsrdə bu mübarizəni Sin sülaləsi qalib gələrək başa çatdırır. Sin sülaləsinin nümayəndəsi Sin Şuxyandır. Sin Şuxyandır. Beləcə hakimiyyətə gəlir. Sin sülaləsini də özü ilə bərabər hakimiyyətə gətirir. Bu hakimiyyətə gəldikdən sonra müəyyən islahatlar keçirir. İlk öncə deyək ki, ölkəni vahid dövlətdə birləşdirir təbii ki. Vahid dövlətdə birləşdirir. Sonra ikinci, ölkəni 36 vilayətə bölür. Sonra üçüncü, vahid ölçü çəki sistemi yaradır. Buna xüsusən diqqət yetirin. Çünki oxşarlıq çox düşür. Ölçü çəki sistemi yaradır və dövləti xeyli gücləndirir. Elə birinci və sonuncu imperator da Sin Şuxyandır, yəni Sin sülaləsinin eradan əvvəl 221-dən 206-ya qədər hakimiyyətdə olur. Və onun ölümündən sonra Sin sülaləsi parçalanır və onun yerinə eradan əvvəl 206-cı ildən eramızın 3-cü əsrinə qədər Xan sülaləsi gəlir. Xan sülaləsi. Xan sülaləsi hakimiyyətə gəldikdən sonra, bir də əzizlər, üzr istəyirəm, unutmuşam. Eradan əvvəl 214-cü ildə Çin səddinin inşası Sin sülaləsində başlayır. Yəni, onlar başladıblar. Sin sülaləsinə aiddir bu hadisə. Xan sülaləsi hakimiyyətə gəlir. Xan sülaləsinin hakimiyyətə gəlməsi ilə Çin vahid xalq olur. Baxın, əzizlər, vahid dövlət dedikdə Sini götürürsünüz. Vahid xalq dedikdə xanı götürürsünüz. Hətta indinin özünə Çinlilər də özlərinə xan deyirlər. Yəni, vahid xalq anlayışı Xan sülaləsinin hakimiyyətə gəlməsi ilə götürülür. Xan sülaləsinin dövründə Böyük İpək yolu 2-ci əsrdə çəkilir. Böyük İpək yolu ilə Çin dünya ticarət yollarına qoşulur. Sonra Böyük kanal. Sonra Çin səddinin inşası başa çatır. Bu formada. Bunların hamısı Xan sülaləsində olur. Təbii ki də bunlar yaxşılardır. Sonda isə Xan sülaləsi vergiləri olduqca artırır və ona görə də Xan sülaləsinin hakimiyyətinə qarşı kəndli üsyanları baş verir. 2 dənə kəndli üsyanımız var bizim. Qırmızı qaşlılar. Eramızın 18-ci ilində başlayır bu. Buna Fan Çunun rəhbərlik edir. Fan Çunun. Sonra isə Sarsarıqlılar. Sarı-sarıq. O da 184-də baş verir. Buna da Çıjan qardaşları rəhbərlik edir. İki üsyanın ikisini də yatırırlar, yəni ikisi də məğlub olur. Lakin bu üsyanın ümumi nəticəsində Xan sülaləsinin kökləri devrilir, quldarlıq münasibətlərinə xeyli zərər vurulur. Yəni ona görə də bu üsyanlarda xüsusən yadınızda saxlayın. Qırmızı qaşlılar 18, yəni oradan tam oxunmursa Fan Çunun rəhbərlik edir. Sarı-sarıqlar 184, Çıjan qardaşları rəhbərlik edir. İkisi də yatırılmışdı, lakin ümumi nəticə kimi deyə bilərik ki, xüsusən də Sarsarıqlar üsyanı Xan sülaləsinin köklərini zəiflətdi və həmçinin quldarlıq münasibətlərinin də köklərinə xeyli zərər vurdu. İndi keçək Çinin mədəniyyətinə.
Çinin mədəniyyətinə keçdikdə, eradan əvvəl 2-ci minillikdə özlərinə məxsus heroqlif yazılar yaradıblar. Sonra eradan əvvəl 105-ci ildə kağızı kəşf ediblər. Ölkədə əlavə olaraq kəşflərdən kompası qeyd edə bilərik. Kompas. Sonra çay bitkisi, lakin bunu birinci təbabət məqsədli istifadə edirlər. Daha sonrası normal gündəlik çay içmək məqsədi ilə bunu istifadə edirlər. Daha sonra ölkədə Konfutsi təlimi yayılıb. Konfutsi təlimini bitirənlər bilici adını alırlar. Həyatın mənasını, dərinliklərini öyrənən bu təlim Sin sülaləsinin dövründə tamamilə qadağan edilmişdi. Yəni onun tərəfdarlarını da təqib edirdilər və bu təlimin ölkədə yayılmasını qadağan edirdilər. Lakin Xan sülaləsinin dövründə bu təlimi ümumi dövlət səviyyəsinə qədər qaldırmışdılar. Ölkədə dağlar və dənizlər haqqında kitab yayılmışdı. Bir də Simatisyanın Tarixi Qeydlər əsəri də Çin tarixinə aiddir bu formada.